Ağcabədi rayon Faiq Əlizadə küçəsində 3 nömrəli məktəbin yaxınlığında yerləşən piyada keçidi xətləri demək olar ki, silinir və sürücülər tərəfindən çətinliklə seçilir. Ağcabədi rayonunda yerləşən Faiq Əlizadə küçəsində 3 nömrəli məktəbin yaxınlığındakı piyada keçidi xətlərinin silinməsi sakinlərin narahatlığına səbəb olub. Yol üzərindəki piyada keçid xətləri artıq demək olar ki, görünmür və bu səbəbdən sürücülər tərəfindən çətinliklə seçilir. Sakinlərin sözlərinə görə həmin ərazi məktəbə yaxın olduğu üçün şagirdlər və piyadalar tez-tez bu keçiddən istifadə edir. Lakin xətlərin silinməsi həm piyadalar, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradır. Vətəndaşlar kanalımız vasitəsilə aidiyyəti qurumlara müraciət edərək yaranmış problemin həll edilməsində onlara köməklik göstərilməsini xahiş edirlər. Ağcabədi rayon Faiq Əlizadə küçəsində 3 nömrəli məktəbin yaxınlığında yerləşən piyada keçidi xətləri demək olar ki, silinir və sürücülər tərəfindən çətinliklə seçilir. Bu isə hər gün həmin ərazidən istifadə edən şagirdlər, valideynlər və digər piyadalar üçün ciddi təhlükə yaradır. Belə yerlərdə piyada keçidlərin aydın və görünən vəziyyətdə olması vacibdir. Lakin hazırki vəziyyət göstərir ki, yolun nişanlanması uzun müddətli yenilənmir və bu da mümkün yol nəqliyyat hadisələri riskini artırır. Sakinlər bildirirlər ki, piyada zolaqları demək olar ki, tamamilə silinir və sürücülər çox vaxtı keçidin mövcudluğunu görmürlər. Aidiyyəti qurumlara və xüsusilə siqnal idarəsinə müraciət edərək bildirir ki, sözügedən ərazidə piyada keçid xətləri təcili olaraq yenidən çəkilsin və insanların təhlükəsizliyi təmin olunsun. Çünki məsələ təkcə yol nişanlanması deyil, insanların, xüsusilə məktəblərin həyat təhlükəsizliyi ilə bağlıdır. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.